Allah deyib, "Ud'uni estecib lekum." Məni çağır, cavab ver. O da çağırır. İlahi, deyirsən məni çağır, mən çağırıram səni. Səndən səni istəyirəm. Səndən istəyirəm ki, mənə kömək eləyəsən, Rəbbimə bəndə olum. Rəbbimi çox istəmək istəyirəm. Mən eşidirəm xutbələrdən, kitablardan oxuyuram ki, o çox sevimlidir, məşuqdur sözün həqiqi mənasında. Amma mən ona aşiq ola bilmirəm. Bilmirəm nədir maniyə? Nəfsimdir, dünyadır, şəhvətdir, şeytandır, nədir bilmirəm. Mən onu tapa bilmirəm Allahım. Mən ona namaz qılıram, amma heç vaxt namazımı hiss eləyə bilmirəm. Bu gecə deyirlər duaların qəbul olan gecəsidir. Deyirlər Allah bu gecə hər nə istəsə verər. Allahım, gəlmişəm sənin qapına ki, mənlə Allahımı tanış elə. Mənlə Rəbbimi tanış elə. Məni Rəbbimin ətəyindən yapışanlardan qərar ver. Başa düşürəm ki, İlahi, burasını da deyim sənə. And olsun Allaha ki, bu mənim ciddi istəyimdir ya Allahım. Elə belə demirəm bunu. Bax bunu deyə biləsən? Deyə bilərsən belə bu mənim ciddi istəyimdir. Deyə bilsən əlindən tutub aparacaqlar. Deyirəm ki, Allah bu mənim ciddi istəyimdir. Bax həyat keçir, əlimə hər şey gəlir. Həyatı yaş keçdikcə hər şeyini görürəm ki, and olsun İlahi Allahlığına. Bax belə deyə bilərsən ki, and olsun Allahına, görürəm ki, hamısı fanidir. Dünyəvi ləzzətlərin heç biri daimi deyil. Neçə dəqiqəlikdir. Heç bəlkə saat da çəkmir. Neçə dəqiqəlikdir. Yeməyi, içməyi və s. Heç birinin mənası yoxdur. Amma deyirlər ki, ariflər səni tapıb daim ləzzət içindədirlər. İlahi deyir, səni tapıblar daim səndən həmnişindirlər. Daim səni görürlər, daim sənin ağuşundadılar, məhsərindədirlər. Deyir ki, bu çox böyük bir feyzdir. Allahım, bu gecə qapına gəlib belə şeylər istəyirəm səndən. İstəyirəm ki, böyük adam olum. İstəyirəm Rəbbimi tapım.